Şah İsmayıl və Səfəvilər Azərbaycan xalqının milli mentalitetini formalaşdırıb. Şah İsmayıl niyə görə bizim üçün önəmlidir, qardaşlar? Şah İsmayıl Azərbaycan tarixində bizi tayfaçılıqdan çıxardıb. Baxın, bizim bütün qonşu xalqlarımızda tayfaçılıq var. Məsələn, Anadolu türklərinin özündə əşirət davaları var. Kürdlərdə əşirət davaları var. İranın farslarında əşirət tayfa davaları var. Amma bizdə yoxdur. Şah İsmayıl bizi vahid, Qacarı da, Əfşarı da, Ustacılını, Rumunu, Təkəlini, Qaramalını hamısını vahid bir etnos kimi birləşdirdi. Bu günləri heç Azərbaycanlılar bilmirlər kim hansı tayfadandır. Yəni bizdə tayfa davaları yox, tayfa müharibələri olmuyor. Yəni bunun səbəbkarı bu Şah İsmayıldır. Yəni Şah İsmayıl bizi vahid bir xalq kimi, vahid bir etnos kimi formalaşdırıb.